Salam, xoş qədəm xanım. Mən Abdullayeva Türkan atası qızı 1900 bilmirəm neçənci ildə fevralın 31 anadan olmuşam. Mən qohumlarımın əlindən televizora çıxa bilmədiyimə görə sizə belə video ilə müraciət edirəm. Xahiş edirəm, xoş bir qədəm xanıma kömək eləyəsiniz. Yox, size başlaşmayın, qohumlarımızla da axtarmıram. Nə də atam axtarmıram, atam yanımdadır, anam da yanımdadır, çox şükür. Mən qohumlarımı itirmək istəyirəm. Xoş qədəm xanım. Bütün qohumlarımı itirmək istəyirəm. İstəyirəm ki, mənim heç bir qohumum olmasın, onları axtarıb tapa bilməyim. İtirim hamısını, heç birine xəbərim olmasın. Xoş qədəm xanım. Çünki mən bütün qohumların əlinə daha boğaza yığmışam. Çünki beni boğaza yığıblar da. Biri deyir buraya qarşını alma, biri deyir bığını el vurma. Biri çolka kəsdirən bana deyir ki, az buna bax şəkil bırak ve bu əri etmək gəzirdi sən. Yəni belə çox çətin vəziyyətdəyim, xoş qədəm xanım. Saçma kraska qoyuram, bana deyir ki, qırmızı baş, məni lağa qoyurlar, xoş qədəm xanım. Ne olar kurban olayım, xoş gələm xanım, bana bir köməklik eləyin, bana. Qaşlar bu qədər qalındı ki, gözümə gün ışığı düşmür. Dünənləri padrukalarımıza gelip gidək şəhərdə gəzək. Sağda baxıram, saat 1'de çölə baxdım, gördüm qaranlıqdı, deyirəm ki, yox az geçdi, gecə saat 1'de də işimiz var çöldə. Az padrukam deyirken sen baş çıxarım da elə gün orta 1'di. Ben qaşlarımın ucbatından yatara görəməyəm, xoş qədəm xanım. Bunlarım o kadar uzanıb ki, eve qonaq gələndə elə bilir ki, evin kişisi mənə. Belə çox çətin vəziyyətdə, xoş qədəm xanım, xahiş edirəm, bana kömək eləyəsiniz.